Bəzən tələbələr universitetə qəbul olarkən həmin universitetin dil imtahanına tabe tutulur və dil biliyi yetərli olmadığı üçün universitet tərəfindən müəyyən müddət hazırlıq sinifinə göndərilir. Bu, xüsusilə Türkiyə universitetlərinə qəbul olan tələbələrdə aydın görünür. Tələbə sənədlərinin sinif bölməsində türkcə hazırlıq kimi qeyd olunur və bəzi hərbi komissarlıq işçiləri bunu fürsət bilərək tələbələrin sənədlərini qəbul etmirlər və bildirirlər ki, siz universitet oxumursunuz, siz türk dili oxuyursunuz. Əziz tələbələr və valideynləri, belə hallar qanunsuzdur. Tələbənin türk dili hazırlığı görməsi onun universitet tələbəsi olmadığı anlamına gəlmir. Əgər şəxs universitetə qəbul olmadan öncə birbaşa türk dili hazırlıq kurslarına yazılmış olsaydı, o zaman hərbi komissarlıq iddiasında haqlı olardı. Lakin universitetə qəbul olan tələbənin ilk hansı dərsi görəcəyinə qərar vermək hərbi komissarlığın səlahiyyəti daxilində deyil. Bu, universitetin daxili işidir. Beləliklə, sizə problem yaratmağa çalışan hərbi komissarlıq işçisi ya bilərək, ya da bilməyərək qanunsuz davranır. Bu, çox vaxt şəxsi niyyətlərlə bağlıdır, qanuni prosedurla deyil.